Salam olsun hər kəsə. Bugün yeni gəlmişik dənizə balıq tutmağa. Bu xəbərlərdə deyildiyi kimi ova qadağa qoyublar. Yəni onu tam dəqiq nə deyə bilmərəm sizə. Mən girdim xəbər saytına baxdım. Siz də istəsəz girib baxa bilərsiniz. Yəni orada tilova qadağa qoymayıblar. Orada qoyduqları qadağa yəni şey olub da, lotka ilə balıq tutmağa, torla balıq tutmağa, tokla vurub tutmağa, yəni bunlara qadağa qoyublar. Bir insan, yəni bir balıqçı 7 dənə qarmaq ata bilər, 5 kiloda balıq tuta bilər bir gün ərzində, yəni ona qadağa yoxdur. Bir də bu Şirvan kanala qadağadır, Sarısı gölünə qadağa qoyublar. Yəni bir iki dənə belə göllərə qadağa qoyublar istəsəz. Yəni Google'da xəbər saytına girin, orada yazın balıq ovuna qadağa. Yəni baxa bilərsiniz. İndi inşallah ovumu eləyib çəkib sizinlə paylaşacağım. Bir şey yoxdur, yəni icazə ilə bağlı. İcazə var tutmağa. Yəni siz də gəlib balıq tuta bilərsiniz. Gördüyünüz kimi bir dənə balıq tutmuşuq, kifa balığı yəni tutmuşuq. Çox da iri deyil, balaca kifalı. Hadi gəlsin. Ovumuz davam edir dostlar. Dediyim kimi burada heç bir qadağa zad yoxdur. Yəni hamı gəlir. Yəni heç bir qadağa zad yoxdur burada. Sırf külək olduğuna görə balıq biraz az oldu. 3 dənə hələ ki balıq tutmuşam. 2 dənə kifalı, bir dənə şamaykadır. İnşallah necə olur. Mən bugün əslində gəlmək istəmirdim balığa. Yəni bugün çəkiş eləməyə, balıqları istədiyimiz xəbər verdim ki, yəni burada qadağı yoxdur. Kim istəsə gəlib balığını tuta bilər. Sadəcə niyyətim bugün balıq tutmaq yox. Buranı gəlib təxmini bilim ki, yəni burada qadağa var yoxsa yoxdur. Mən gəldim, əmin oldum ki, burada qadağa yoxdur. İstəyirəm ki, sizinlə bölüşüm. Sizin rahatlığına, ürək rahatlığına gəlib balığınızı tuta bilərsiniz. Deməli, bugün tutduğum balıqdır. 4 dənə kifalıdır, bir dənə şamaykadır. Dediyim kimi, yəni burada qadağa zad yoxdur. Kim istəsə, yəni gələ bilər. Bir şey yoxdur burada, deyil. Gəlin balığınızı tutun, hamıya qoxurlar. Yenə deyirəm, bu günləri biraz külək çox edir, yəni ki bugün balıq üçün gəlməmişdim deyənə, yəni balıq tutmaq üçün sadəcə bu balıq ovun qərarını dəqiq olub olmadığını öyrənmək üçün gəlmişdim. Ona görə biraz zəif balıq tutmuşam. Külək çoxdur deyənə, ona görə çox sağ olun izlədiyiniz üçün.